Salamlar gənclər. Eee, Mən Babaxan Məlikli, rəqəmsal maşinizm mütəxəssisəm və 10 ildir ki, bu sahədə çalışıram. Bu günləri istəyirəm ki, sizə hamının yaralı yeri olan kontentlə bağlı danışaq. Buradakı bir satışa təsirindən danışaq, AIDA modelindən danışaq. Əsas AIDA modelidir. Eee, Gəlin bu problem üzərinə gedək. Problem nədən ibarətdir? Satışlar niyə azdır? Müdürümüz qayıdıb deyir ki, bizə nə üçün bizim izləyici kütləmiz daha aşağıdır? Niyə o da daha çoxdur? Biz daha çox niyə izləyicimiz yoxdur? Bizim layıqlarımız niyə daha aşağı olur? Ə, Ən önəmlisi də bir dəfə qeyd etdiyim kimi satış məsələsidir ki, satışlarımız niyə aşağıdır? Bu satışları artırmaq üçün nə etməmiz lazımdır? Hansı kontentlərdən istifadə etməliyik? Bunun üçün bizə köməyi dəyə biləcək AIDA modeli var ki, hansı ki bu modeldən biz istifadə eləyərək kontentimizi ona uyğun olaraq paylaşım həyata keçirib satışlarımızı artıra bilərik. Bu %100 deyə bilmərik ki, satış 100% AIDA modelindən asılıdır. Bunu düzgün yəni etmədiyiniz sürə heç bir satış olmayacaq. Olacaq, amma daha aşağı olacaq. Amma bunu etsəniz daha yuxarı bir məbləğlər belə deyək ki, əldə edə bilər, satışlarınız daha çox ola bilər. Model nədən ibarətdir? Ayda modeli daha çox bir müştərini belə deyək ki, satışa gətirənə qədər bir neçə mərhələdən belə deyək keçirirsiniz. Bunlar nədən ibarətdir? İnsanların birinci növbədə diqqətini cəlb eləmək, sonrasında onları maraqlandırmaq, həmin o məhsul üzrə, həmin məhsulda qarşı istək yaratmaq, ən sonunda isə hərəkət, yəni satışa həmin müştərini gətirib çıxarmaqdan ibarətdir. Bəs burdakı niyə aida və bu belədir? İngilis dilində burada attention, sonrasında interest, sonrasında desire, sonrasında isə action və onların da hamısının baş hərfləri birləşəndə aida adını alır. Gəlin siz bunlara tək-tək baxaq ki, bunlar hansılardır? Məsələn, diqqət mərhələsi. İnsanların birinci növbədə diqqətini cəlb etməmiz lazımdır. Bunu bir misal olaraq gəlin ə, nə ilə bağlı misal verək. Gəlin bunu auditoriya üzərinə gedək. Məsələn, maşın tutaq, düzdürmü? Bu kim ola bilər? Attention insanların diqqətini birinci növbədə çəkməmiz lazımdır. Bunlar nədir? Məsələn, maşınla maraqlanan şəxslərdir bizim auditoriyamız burada. Düzdür? Yəni biz o insanların diqqətini cəlb etməyə çalışırıq. Burada bizim belə deyək ki, paylaşacağımız kontent daha çox nə yönümlü olması lazımdır? Ümumi maşının funksionallıqlarına bağlı olması lazımdır. Belə bir maşınlar var, uçan maşın var, həm üzən maşın var. Daha çox geniş kütləyə səslənən bir kontentlərdən biz istifadə edirik. Və daha çox bizim hədəf auditoriyamızda maşınla maraqlanan şəxslər, ümumiyyətlə maşınla maraqlananlar. Yəni bu maşın almaq istəyənlərdən getmir söz. İkincisi isə maraq artıq. Yəni belə deyək ki, attention diqqətdən artıq çıxırıq. Növbəti ikinci hissəyə keçirik. Interest, yəni maraqlananlar. Bu isə maşın almaq istəyənlərdir. Hansı ki bizim üçün ikinci mərhələdə maşın almaq istəyənlərdir bizim əsas kütləmiz. Ə, və burdan ümumiyyətlə belə baxası olsaq ki, bunlara nə paylaşılması lazım? Məsələn, maşınla maraqlananlar ümumi maşının funksionallıqlarına bağlı post paylaşır. Maşın almaq istəyirsə, maşın alarkən məsələn nələrə diqqət eləyə bilərsiniz? Nələrə diqqət etsəniz daha yaxşı olar? Tutaq ki, ə, Amerikadan tutaq ki, maşın alırsınızsa, onun kəmərini çəkin, baxın ki, görün orada hər hansı bir toz və ya da ki, yaş yoxdur, bu maşın batıb yoxsa yox. Bəlkə onun ilinlə digər başqa bir şey bəlkə fərqlənir. Bunlara diqqət etməniz lazım. VIN kodun buradan baxıb onu ə, internetdə belə araşdıra bilərsiniz. Bu tipli başqa-başqa siz nələrsə göstərə bilərsiniz ki, hansı ki, onlara müsbət təsir edə bilər. Məsələn, maşın sürməklə bağlı adamlar var ki, komplekslər var, maşın sürməklə bağlı. Siz göstərsiniz ki, parkovkanı beləncə eləmək olar, parklanmanı beləncə adam görür ki, bu parklanma üçün sən demə riyazi bir şey varmış. Bunu gətirirsən, bura saxlayırsan, bunu fırlatdığın zaman bu çox rahat gedir. Sən demə mən bunu öyrənə bilərəm. O zaman maşın ala bilərəm. Ən azından maşın almaq istəyi yaranır insanda. Və bu tipli kontentlər paylaşa bilərik. Sonrasında isə desire, yəni bunlarda artıq istək yaratmaq. Burada siz paylaşımlar etdikcə buradan deyir ki, maşınları artıq müqayisə eləməyə başlayır, oradan müəyyən bir kütlə. Bunlar da biz bir auditoriyanın miqdarını, yəni sayını müəyyənləşdirsək, maşınla maraqlananlar 2 milyon, maşın almaq istəyənlər bir 120 min nəzərdə tuta bilərik.
Bu bir müəyyən bir ay aralığından gedir söhbət. Bir, bir ay ərzində. E, 2 milyon maşından aktiv şəkildə maraqlanan şəxslər var. 120 min maşın almaq istəyən şəxs var. Bir 5 min adam da məsələn də konkret olaraq yəni Kia markalı avtomobil almaq istəyir. Xüsusilə yəni Kia almaq istəyir burada. Və sizdə də burada siz bir Kia'nın Azərbaycandakı rəsmi distributorusunuz və satırsınız. Yəni Kia servis tutalım ki. Kia markalı avtomobil almaq istəyəndə sizin üçüncü artıq belə deyək ki, auditoriyanız olacaq ki, onun üçün nə olmalı? Kia markasının üstünlüklərindən danışmalısınız. Sizdən indiyə qədər məhsul almış Kia məsələn də Sportage almış, Optima almış bir şəxslər varsa, tutaq ki, markaları. Onlara artıq nə edirsiniz? Onlar göstərir ki, bu adam aldı, artıq dördüncü ildir ki, gəlir servisə özünün maşını yoxlatdırır, hər hansı bir ödəniş vermir ki, hər şey qaydasındadır. Bir dənə detalında məsələn, gedəndə daş dəymişdi, parpresini onu dəyişdirdik. Digər, yəni elə bir nə edirik? Bu məhsulu almış və razı qalmış müştərilərə artıq göstərməyə başlayırıq. Bu arada hər məhsulda özünü fərqli göstərə bilər. Və bu şəxslər də sayır məsələn də, yəni hansı ki sizin o xitab edilən şəxslərdə nədir? Bir 5 minlik auditoriyadır. Dördüncü eləndə isə artıq müəyyən bir nə var? Action var ki, burada siz artıq sizdən, iminli sizin özünüzdən Kia markalı avtomobil almaq istəyənlər ki, onlara nə göstərir? Məsələn, 36 ay faizsiz, yəni ilkin ödəniş olmadan maşın yağı hədiyyə eləyirik. Sonra tutaq ki, nə var? Məsələn, diaqnostika hədiyyə eləyirik biz burada. Müxtəlif burada nələr ola bilər? Yəni sizin müştəriyə satış yönümlü hər hansı bir postların paylaşılmasını həyata keçirə bilərsiniz. İndi burada da belə bir nüans var. Hal-hazırda istənilən deməyək, bir 90%, 80% sayt Instagram səhifələrinə, Facebook səhifələrinə daxil olsa görə bilərsiniz ki, əksər hallarda ən sonuncu kontentləri biz görürük. Nəinki yuxarıdakı kontentləri. Ən sonuncu kontentlər nələrdir? İnsanlar nədir? Konkret olaraq maşını almaqla bağlı olan xüsusiyyətləri göstərir. İlkin ödənişsizdir, 36 ay faizsizdir, filan bir şey hədiyyə veririk, Sunasos hədiyyə eləyirik, Tostoron hədiyyə eləyirik, masaj var bu maşının içərisində o funksiyalığı hədiyyə eləyəcəksə 3 aylıq, tutaq ki, bu pullandır, tutaq ki, maşını alsaz hədiyyə eləyəcəyik. Təzəni gətir köhnəni apar kampaniyası eləyirik. Buradakı edilənlərin hamısı gördüyünüz üzrə xitab olaraq kimə xitab edir? Cəmi 20 nəfərlik sizdən o maşını almaq istəyən bir kütlə var. Hansı ki, siz ona xitab edirsiniz. Ona görə də müdür deyir ki, niyə bizim satışlarımız daha aşağıdır? Çünki siz bu mərhələdən Lərin heç birinə işləmirsiniz. Birinci, ikinci, üçüncü mərhələ işləmirsiniz. Ən sonuncu, dördüncü bizim auditoriyamıza fokus olduğumuz zaman və postları da ona uyğun olaraq paylaşdığımız zaman nə baş verir? Burada bu kimi problemlərlə qarşılaşırsınız. Yəni nədir? Çox auditoriya çox balacadır və siz ona uyğun kontent create edirsiniz, onlara uyğun kontent create edirsiniz. Məsələn, bir adi bir şəxsdir, neynirsin maşın alanda, tutaq ki, sən onun üstündə yağ dəyişməyə hədiyyə edirsən. Bu adam heç maşının yağının dəyişməsinin lazım olub-olmadığını bilmir. Ki, yəni maşın müəyyən bir sürüldükdən sonra maşın yağı dəyişilməli. Sən bunu nə etməlisən? İzah eləməlisən. İnformativ bir videon olması lazımdır ki, maşın alarkən tutaq ki, aldıqdan sonra nələrə diqqət etmək lazımdır. Məsələn, ikinci mərhələdə bunu da istifadə etmək üçün maşın yağını dəyişmək lazımdır. İnsan bunu bilməsi lazımdır. Sən onu peki educate edirsən, yəni öyrədirsən, öyrədib bir mərhələdən növbəti mərhələyə keçirirsən. Sən bu 2 milyonluq auditoriyanı qoyub, sən 20 nəfərlik auditoriya üçün kontent çıxartmağa başlayırsan. Və nəticədə də burada yəni sən itirirsən müəyyən bir hissəni, auditoriyanı itirirsən. Bununla qazanmaq üçün nə etməmiz lazımdır? Artıq buna uyğun olaraq kontent çıxartmaq. Gəlin istəyirsən rəqəmsal maşının kursunu satmağa çalışırıq. Tutaq ki, nə edirik burada? Ətən işin insanlara birinci diqqətin biz cəlb etməmiz lazımdır. Bizim auditoriyamız kimdir? Karyerasını inkişaf etdirmək istəyənlər, tələbələr, işsiz olan şəxslər ola bilər, biznes sahibləri ola bilər. Hansı ki, məsələn, bu adamlar satışlarını artırmağa çalışırlar. Düzdür? Bunlar üçün nə çıxarda bilərik? Düzdürmü? Sahibkarlıq Azərbaycanda aktiv 400 min sahibkarlıq, 450 min sahibkarlıq subyekti var. Tələbə kütləsi bir 100 min olsa, karyerasını inkişaf etdirmək 1 milyona bir auditoriya təxmini deyə bilərik biz buradakı. 2 auditoriya var. Bu auditoriya üçün nə çıxarda bilərik? Hə, məsələn, satışı artırmaqla bağlı postlar ola bilər. Sahibkarları həmişə %100
mikro sahibkarları, mikro və kiçik sahibkarları ilgiləndirən bir şeylərdir. Adamların Instagram səhifəsi varsa belə, yəni onda orada məsələn bijuteriya satsa belə onu da artırmaq istəyir. Daha çox satış həyata keçirmək istəyir. Satış artırma postları. Sonrasında nə ola bilər? Burada məsələn, hə, keçən növbəti isə digital maşın üzrə özünü inkişaf etdirmək şəxslər. Artıq bu adam başa düşüb ki, bu kontentdə bir dənə də əlavə yazaq və satış artırma ilə bağlı post ola bilər. Sonra nə ola bilər? Məsələn, karyera inkişafla bağlı belə bir şey qoya bilərsiniz ki, ə, rəqəmsal maşın üzrə məsələn SMM-lə bağlı çalışan şəxslərin filan qədər maaş qazanır. Konkret olaraq nə edirsiniz? Bir şey öyrənirsinizsə, bu adamın getmək, çatmaq istədiyi bir dənə yer var və siz onu göstərməniz lazımdır. Məsələn, SAT kursları bir dənə götürək. SAT kurslarına adətən valideynlər məsələn daha fokusda olmamız lazımdır. Valideyn bu adamı SAT kursuna göndərir. Bu adamın SAT kursunda nəticə almasına nəticə aldıqdan sonra nə edəcək? Bu adam universitetə qəbul olacaq. SAT bu arada Amerikan mərkəzli bir imtahandır, hansı ki bizim DİM-in başqa cür versiyası, amma xarici ölkədə universitetlər bizdə yerli universitetlərdə keçərlidir. Həmin o SAT imtahanı alır, nə üçün girir? Universitetdə oxumaq üçün. Universitetdə oxuyur. Nəyə görə universitetdə oxuyur? Daha yaxşı bir peşədə sahibi olsun, işləsin deyə istəyir. Valideyn istəyi nədir əslində? Övladı daha yaxşı bir işdə işləsindir. Amma digərləri nədir? Müəyyən bir mərhələlərdir. Siz o zaman SAT kursusa insanlara bu attention, diqqətini cəlb etmək üçün nə qoya bilərsiniz? Övladınızın tutaq ki də bu universitetlərdə oxuya bilər. Universitet üzərinə gedir. Və yaxud da ki, konkret olaraq övladınız bu təqaüdləri əldə edir. Bu təqaüdü əldə etmək üçün SAT-dən 1450 bal toplamanız lazım. Birbaşa demirik, məhsul birbaşa göstərmirik. Biz deyirik ki, bunu əldə edə bilərsən. Hə, bunu əldə etmək üçün bizə müraciət elə tipli məsələyə artıq gətirib çıxardır. Bizə lazımdır ki, övladının yuxarı top universitetdə oxumaq istəyən valideynləri tapaq və bizi izləməsini təmin eləyək. Bunu izləməsinin SAT kurslarına gəlin yazılından deyil. Biz onlara övladınız məsələn, nə bilim, machine learning üzrə, data analitika üzrə işləyə bilər filan filan. Bunun üçün bu universitetlər var ki, xaricdə bunları bitirən kimi Azərbaycanda birbaşa işləyir. Yəni xaricdə Google bu şirkətlərdən daha çox götürür. Ha, bu universitetlərə qəbul olmaq üçün nə etmək lazımdır? Bu kurslara gəlmək. Dolayı yolla artıq gətiririk. Burada eyni qaydada satış postları sonra maaş ola bilər. Maaşı göstərən post və başqa-başqa çox burada qeydlər apara bilərik. Interes, maraqla bağlı insanları marağı necə eləyir? Digital maşın özünü inkişaf etdirmək istəyənlər. Artıq burada nələr biz qoya bilərik insanlara? Gəlin bunun üstüsüz konkret ilə gedək də. Hə, bir dənə istəyirsiniz öz tədris mərkəzimizdən misallarla gedək. Buradakı postlarımıza baxsaq görərsiniz ki, yes, bu satışdır məsələn də biz qeyd eləmişik, amma satışdan da əlavə olaraq nələr var bizdə? İnsanların birbaşa olaraq attention, diqqətini cəlb etmək üçün, bu diqqəti cəlb etmək üçün deyil, bu daha çox məsələn də artıq digital üzrə özünü inkişaf etdirmək istəyən şəxslər üçün. Məsələn, SMM-şik məsələn də bu adlarla tutaq gedib biz bununla bağlı paylaşmışıq. Kifayət qədər də böyük kütləyə gəlib çatdı məsələn, insanlara daha çox maraq toplamağa müvəffəq olduq burada. Və yaxud da ki, başqa nə ola bilər? Hansısa seminardan bir şeylər qoyursunuz ki, filan bir seminarlarımıza qoşula bilərsiniz. Ödənişli şəkildə satışlarınızı artırmaqla bağlı olan məsələn də seminarlarımıza qoşula bilərsiniz. Nə edirik? Birinci mərhələ üzrə işləyirik. İkinci mərhələ üzrə məsələn nələr ola bilər? Artıq bu sektorda olan şəxslər üçün yenə maraqlı, yenə videolardan istifadə edirik. Deyir ki, burada Türkiyədə trend olmuş bir şeydir. Buna bu düzən şəklə, yəni orada anketlər yayın edirlər. Hansısa seçkilərlə bağlı. Ya SEO, Google Ads və TikTok məsələn istifadə olunmuşuq. Hansı ki, bu ikinci mərhələyə daha çox xidmət edir. Konkret olaraq ikinci mərhələni göstərir. Yəni bu sahə üzrə artıq bilənlər bilir ki, məsələn nələr var, amma özünü inkişaf etdirmək istəyir, bu sahəni öyrənmək istəyir. Həmin şəxslərə artıq biz xitab edirik burada. Sonrasında isə məsələn də artıq bu xidməti bizdən almış şəxslərə göstərə bilərsiniz ki, məsələn bu adamlar bizdən kurs alırlar. Və ya ki, bu şəxslər məsələn də bizdən kurs alırlar, sertifikat əldə ediblər. Onlara konkret olaraq göstərirsiniz. Bu nədir? Artıq biz nə edirik? Sonuncu mərhələyə keçməyə çalışırıq. İnsanlarda artıq bizdən kurs almaqla bağlı istəyi formalaşdıraq. İstəyi formalaşdırandan sonra artıq siz nə edirsiniz? Bu postları artıq reklamla və ya orqanik şəkildə çıxartmaqla nə edirik? Həmin postlarımızı artıq həmin şəxslərə göstərərək satış eləməyə müvəffəq oluruq.
Və burada da nə edirik? Müştərini bir mərhələdən növbəti mərhələyə yavaş-yavaş keçmemiz lazım. Okey. Bu da bizim belə deyək ki, AIDA modelimizdir ki, AIDA modeli bu formada bizdə işləyəcək. İndi gəlin bunun belə deyək ki, content plan üzrə gedək. Məsələn, auditoriyamızı A1, A2, A3, A4 olaraq böldük. Həftənin 4 günümüz var. 7 gündə 4 həftəmiz var. 7 gündə ümumiyyətlə hər həftəmizdə var. Məsələn, bu formada özünüzdə müəyyənləşdirib aylıq olaraq məsələn postlarınızı planlaya bilərsiniz ki, məsələn, birinci həftə neçə dənə mən A1-ə aid postlar paylaşacağam. Neçə dənə A2-yə aid paylaşacağam. Neçə dənə A3-ə aid paylaşacağam. Yəni bizim attention-la bağlı neçə postumuz olacaq, interest-lə bağlı neçə dənə postumuz olacaq, dizaynla bağlı nə qədər olacaq, və ya ki, action-a keçirici postlarımız nə qədər olacaq. Biz auditoriyanın sayına uyğun olaraq bir yaxlar məsələn 2 milyon, 120 min, 5 min və 20 olduğunu nəzərə alsaq, o zaman A1 daha çox paylaşmamız lazımdır ki, bu 2 milyonluq auditoriyanı özümüzə çəkək. Sonrasında daha aşağı düşür artıq interes bölməsi üçün. Ondan biraz da daha aşağı bizdə beləcə tutalım götürülməsi olsaq, buradakı rəqəm olaraq götürsək, bu 4x-dirsə, paylaşım sayı x neçə olsun? Bu birisi 3x, bu birisi 2x, bu birisi isə x nəzərdə tuta bilər. Bu amma yenə öz biznesimizdən asılı olaraq dəyişə biləcək bir şeydir. Bunu konkret olaraq %100 deyə bilmərik ki, bu formadadır. Belə bu AIDA modelimiz idi bizim. Və necə işləməsindən bağlı danışdıq sizlərlə. Növbəti mövzuların nə olmasını müəyyənləşdirmək üçün, yəni nə olacağını mən istəyirəm ki, sizlər müəyyənləşdirəsiniz. Onun üçün şərh bölməsindən qeyd eləyin, hansı mövzularda siz ə, videolar istəyirsiniz. Həmin videolarda biz çəkək. Məqsədimiz rəqəmsal marketinqi Azərbaycanın bütövünə yayaq və bu sahəni daha çox şəxs bilsin. Çünki bu sahə həm bizim bizneslərin inkişafını gətirib çıxarır, həm də ki, Azərbaycanda olan şəxslərin özünün karyeresini inkişaf etdirməyə və əlavə olaraq da xarici bazarlarda çox rahatlıqla bu ixtisası öyrənərək çıxa bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm.